Elşad'ın başını Elşad'ımızın yüzünü görmedi. Sıratallazîne en'amte aleyhim gayril mağdubi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allah. Allah balalarını sana sağlık versin. Allah Yere koyar. Azərbaycan tarixinə Səngərdə şəhid olan, ilk general-mayor kimi düşən, milli qəhrəman general-mayor cənab Polad Həşimov, polkovnik, milli qəhrəman İlqar Mirzəyev, şəhid mayor Anar Novruzov, şəhid mayor Namik Əhmədov, şəhid baş leytenant Rəşad Mahmudov, şəhid gizir Yaşar Babayev, şəhid gizir İlqar Zeynallı, şəhid çavuş Vüqar Sadıqov, şəhid baş əskər Elşad Məmmədov, şəhid əskər Xəyyam Daşdəmirov, şəhid əskər Nazim İsmailov, şəhid əskər Elçin Mustafazadə. Əziz şəhidlərimiz, ruhunuz şad olsun. Siz özünüz qəhrəmanlığınız, mərdliyiniz, igidliyiniz sayəsində milyonların qəlbində taxt qurmağı bacardınız. Ruhunuz şad olsun. Siz vətən yolunda, torpaq yolunda, ana babadan, yardan, övladdan keçdiniz. Uğrunda can verdiyiniz torpaqlar indi azaddır. Qisasınızı igid oğullarımız layiqincə aldılar. Ruhunuz şad olsun. Qurban olum yavaş gəzin, o dağlarda, o daşlarda, qara şallı bir ananın. Dağlar boyda yarası var, qurban olum ana torpaq. Qurban olum ana torpaq, bər qucaqla sən balanı. Güllə dəymiş şəhidimin evdə körpə balası var. Salam şəhid anası, mən də sənin bir balan. Olmasam da qəhrəman, Şuşa, Kəlbəcər alan. Salam şəhid atası, sən necə qürurlusan. Dağ boyda oğlun gedib, yenə də dik durursan. Ananın göz yaşı fəxarətə çevrilir. Danış. Ananın göz yaşı fəxarətə çevrilir. Başını diş tutur. Sağ ol. Vətən yolunda qurban doğu olur, vətənə qurban doğu olur. Gör necə qəlbə doğulmuşuq biz, bir vətənimiz bir ürəyimiz. Qatil gülləsinə qurban gedəndə gözünü sabaha dişdi şəhidlər. Quruyub son sözüm dodaqlarımda, sanki səhradayam, su verin bir içim. Kül tutmuş səsimdən və ahlarımdan, odlanır sinəmdə körpə göyərçin. Taqətim tükənib qalmayıb halım, durum ayağına mən necə gəlim, umut gözlərindən keçən xəyalı, payız küləyinə qoşuluram. Şəhidlər ölmür ki, qəlbdə yaşayar, ruhuna hörmətlə olunur sükun. Ey şəhid anası, ağlama nə olar, sil göz yaşlarını, başını dik tut. Qürur 12 yol döyüşləri elə bir döyüş oldu ki, o dünya səsi. Elşad Məmmədovun şəhadətinlə
cənab generalımız Polad Həşimov ayağa qalxmağınla, Polad Həşimovun şəhadətinlə, bütün Azərbaycanın ayağa qalxmağınla yarımçıq Azərbaycan bütövləşdi, bütün Azərbaycan. Biz Tovuzlular üçün 12 yol döyüşləri ən böyük yaddaşlarda qalan hadisələrdən biridir. Allah ruhunu şad eləsin. 1992-ci ildə dekabr ayının 12-sində, dekabr ayının 28-də mənim qardaşım burada Tovuzda Ağdam kəndində şəhid oldu. Düşman onları apardı, bir neçə gündən sonra verdi. Onu Ağdam kəndinin cəmaatı hamısı bilir. Şəhid İslam Musayev, Valentin Rızayevi çıxardanda onu Ağdam kəndi hamısı bilir. Ruhu şad olsun. Bu günləri Elşad Məmmədovun 2 dənə oğul evladı var. Məhəmməd də Elşad ilə öz atasının adını daşıyan. 2 dənə qəhrəman oğul var. Onlar bizim hər birimizin başımızın tacıdır. Hər zaman onları biz diqqətdə saxlamalıyıq. Həqiqətən də tək onları yox, ümumiyyətlə şəhid evladlardır. Çünki onların valideynləri öz evladlarını gözü yaşlı qoyaraq bizlər üçün canından keçdilər. Biz onları hər zaman qorumalıyıq. Hər zaman qorumalıyıq. Çünki onlar bizə atalarının yadigarıdır. Biz oturuq düşünsək ki, Elşad kimi qardaşlarımız, digər şəhidlərimiz, əgər bu səngərlərdə şəhid olmasaydı, düşman bizi hansı vəziyyətə qoyardı? Xocalıdan betər günləri yaşadardı. Ruhu şad olsun cəmi şəhidlərimizin. Biz hər zaman şəhidlərimizi böyük qürurla ağırlıq. Allah səbir versin ailəsinə, yaxınlarına inşallah. Allah səbir versin, Allah düzgün versin. Həqiqətən də şəhidlər bizim qürur yerimizdir. Onları ziyarət edəndə biraz səbir tapılır, biraz bir-birimizə səbir edəndə səbir tapılır. Allah sizə can sağlığı versin. Allah səbir versin, Allah düzgün versin. Ruhu şad olsun qəhrəman şəhidimiz. Həqiqətən də döyüşlər, azadlığımız bunlardan sonra başladı, Elşaddan sonra, Tovuz döyüşlərdən sonra başladı. Allah səbir versin, Allah dözümü versin. Mən bir də bir əlavə eləmək istəyərdim ki, yəni bunu hər kəs bilir, mən xahiş edirəm bunu hər yerdə də hər kəs danışsın. 12 iyul döyüşlərində Tovuz milləti elə bir qəhrəmanlıq, elə bir hünər göstərdi ki, yəni indiyənə qədər hər bir sərhəd bölgəsində müharibə də olmuşdu, atışma da olmuşdu. Amma heç yanda əsgərlər çönüb arxaya baxanda, arxada milləti, əhalini görməmişdi. O yeganə Tovuz oldu, o dünya sübut elədi ki, əgər işğalda olan torpağını qaytarmaq istəyirsənsə, əsgər çönərkən arxada milləti görməlidir. Arxasını boş görən əsgər heç vaxt qabağa getmir. Bunu Tovuz zahamatı, mən hər birinə minnətdarlığımı, təşəkkürümü bildirirəm. 1-ci Qarabağ müharibəsində də döyüşlər olanda tək Tovuzun kişiləri yox, Tovuzun kişilərlə bir yerdə Tovuzun qadınları da döyüşübdür. Bu kəndin o qədər yaşlı analarımız, bacılarımız o əsgərlərə yemək daşıyıb, evlərində gətirib öz balaları kimi çimizdiribdir ki. Ona görə Tovuzun elə qadınları da kişiləri kimi qəhrəmandır. Mən Məmmədov Dünməz Məhəmmədoğlu, Tovuz rayonunun Ağdam kənd sakini, şəhid və qəhrəman Elşad Məmmədov atasıyım. 6 il bundan qabaq mənim oğlum şəhid oldu. 1006-cı il bugünkü günü torpağa tapşırdı. Bugünkü gündə Tovuz rayonunun bütün şəhid atasıdır, anası Şəmkir rayonundan, Aksapadan, Tovuzdan, Gəncədən çox qonaqlarım, hamısı şəhid atası və anaları. Mənim oğlum il dönümü gəlir. Allah'ım sana var desin, ama hürmetli var. Çok sağ olun. Allah şəhidlərimizə rəhmət etsin, qəhrəmanlarımıza da uzun ömrü can sağlığı versin. Qazilərimiz canı sağ olsun. Allah prezidenti sağ eləsin. Bir də hamınız çox sağ ol deyirəm, var olun. Çok. Cənab Hafiz sizlərə borcluyuz. Sizin sağ ol deməyinizə ehtiyac yoxdur. Sağ ol sizə düşür ki, elə bir oğlu bizlər üçün, vətən üçün qurban verirsiniz. Allah sizlərə uzun ömür can sağlığı versin. Bu qalaların içində həmişə sağlıqlı yaşayın.
Allah gələcəklərini farqlar. Çox sağ olun. Allah Allah'ımız var sizlərə səbr ya. versin. Çok sağ olun. Haqqınızdır, zaten haqqınızı hava verirsiniz. Çok sağ olun. Mümkün gelip ben gelirsiniz. Gelirsiniz. Yani ne Sizin oldu? Halkın borcunuz, diline. vətəndaş olaraq sizin. Var olun. Allah'ım. Məni millətçilərinin Ermənistan Respublikasının, Çar Rusiyasının, Sovet Rusiyasının, Sovet İttifaqı rəhbərliyinin hərbi siyasi dəstəyi ilə 1. Pyotr tərəfindən uydurulmuş Böyük Ermənistan ideyasını reallaşdırmaq məqsədi ilə 20-ci əsrin 80-ci illərindən başlayaraq Azərbaycana qarşı həyata keçirdiyi işğal, təcavüz, soyqırımı, etnik təmizləmə, deportasiya siyasətinə qarşı Azərbaycan Respublikasının ordu birləşmələrinin həyata keçirdiyi əməliyyatlarda Azərbaycanımızın ərazi bütövlüyünün sürün təmin edilməsi uğrunda bugünümüz, sabahımız, gələcəyimiz üçün Respublikamızda yaşayan 10 milyondan çox Azərbaycanlının, 50 milyondan çox dünya Azərbaycanlılarının, dünyada yaşayan 350 milyondan çox Türk dünyasının qürurunu özünə qaytarmaq, ərazi bütövlüyünün suverenliyimizi təmin etmək və erməni işğalına son qoymaq məqsədi ilə həyata keçirilən əməliyyatlarda döyüşərək, ən yüksək zirvəni fəth edərək əbədi yaşarlıq zirvəsinə ucalmış